İzahımız 11 avqust 2026-cı il günün suallarının izahıdır. Vaxt itirmədən başlayaq bir nömrə sualımızdan. Deyir, vələmir bitkisində tez yetişənlik geni, gec yetişənlik geni üzərində tam dominantdır. Deməli, buradan yazacaq gec yetişən, bir də tez yetişən. Tez yetişənlik geni dominantdırsa böyük A, bir də böyük A, kiçik A vəziyyətində görə bilərik. Gec yetişənlik resessiv gen olduğu üçün resessiv bir əlamət kiçik A vəziyyətində. Deyir, hansı genotipli valideyn formalarının çarpazlaşmasından alınan nəslin 50%-i növbəti nəsildə parçalanma verə bilən bitkilər təşkil edər. Ümumiyyətlə, nəsildə parçalanma verə bilənlər heterozigotlardır. Heterozigotlarımız da böyük kiçik A'dır. Yəni, biz elə bir çarpazlaşma götürməliyik ki, birin bir nisbətini ala biləcəyimiz olsun. Birin bir nisbətini ala biləcəyimiz böyük A, kiçik A'nın böyük A, kiçik A ilə çarpazlaşması ola bilər. Sonra böyük A, kiçik A'nın böyük A ilə çarpazlaşması ola bilər. Bir də ki, böyük A, kiçik A çarpazlaşır böyük A, kiçik A ilə. Burada isə 1-in, 2-nin 1-ə nisbəti alırıq və nəsildə parçalanma verə bilənlər böyük A, kiçik A yenə 50% təşkil edir. Baxın, burada götürəcəyik 4-ü, sonra 3-ü, sonra 2-ni. 2, 3, 4 cavabımız olacaq. Cavab D. Sonra keçək 2 nömrəli suala. Hansı insanın qanında qazların daşınmasında iştirak edirlər? İnsanda qanın oksigenin və yaxud da qazların daşınmasında iştirak eləyə bilər. Yetkin halda nüvəsi olmayan qan hüceyrələri, yəni elektrositlər 1. İmmunitetin əmələ gəlməsində iştirak edənlər yox. Leykosit və qan lövhələri yox. Oksigen və CO2-ni daşıyan zülal, yəni hemoglobin, bəli, qan lövhəciklər xeyr. Burada cavab olar 1, 4, B variantı. 3 nömrəli sualımız. A hüceyrəsini B hüceyrəsindən fərqli olaraq, yəni A hüceyrəsində olsun, B hüceyrəsində olmasın. Fikir verirsinizsə B hüceyrəsində, hüceyrənin qılafında kəskin sərhədlər var. Deməli, bu bitki hüceyrəsinə aiddir. Burada isə fikir verirsinizsə kəskin sərhəd yoxdur qılaflarda. Ona görə də bu heyvan hüceyrəsidir. Biz deməli A-da olsun, B-də olmasın. Yəni A-nı B-dən fərqləndirən xüsusiyyətlər götürməliyik. Plastiddə malik ola bilməz. Biz bilirik ki, heyvan hüceyrələrində plastid olmaz. Biri götürə bilərik. Ribosom bütün hüceyrələrdə var. 2-nin olduğu variantları çıxaq. Nüvəyə malik olmaq. Görürsünüz, bunun da nüvəsi var. Bunun da nüvəsi. Ona görə 3-ü götürmürük. Xarici qılafı nazikdir. Biz bilirik ki, heyvan hüceyrələrində xarici qılaf nazik olub qlikokaliks adlanır, amma bitkilərdə xarici qılaf hüceyrə divarı olub möhkəmdir. Qılafın daxili qatı isə hər hüceyrədə plazmatik membrandır, bu da ortaqdır. Ortaq olmayan, yəni A-nı B-dən fərqləndirən xüsusiyyətlər 1, 4, D variantı olar. Sonra keçək növbəti 4-cü suala. Şəkildə verilən orqanoid haqqında hansı fikir yanlışdır deyir. Şəkildə gördüyünüz orqanoid Holgi kompleksidir. Deyir, kanal və boşluqlarında lizosomlar formalaşır. Bu doğrudur. Sonra hüceyrə membranının yenilənməsində iştirak edir. Bu da doğrudur. Membranın üzərində yağ və karbohidratlar sintez olunur. Bu da doğrudur. Bir membranlıdır. Doğrudur. Membranları üzərində ribosomlar yerləşir. Bu isə yanlışdır. Endoplazmatik şəbəkədə biz görə bilərik ribosomlar. Holgi kompleksində yox. Sonra 5 nömrəli sonuncu sualımız. Deyir, şəkildə əks olunan ali sporlu bitkinin həyatının düzgün dövriyyəsinin ardıcıllığını müəyyən edin. Şəkildə gördüyünüz sfagnon mamırıdır. Mamır. Mamırlarda fikir versəz bu gametofit nəsildir. Gəlin birinci bunun üzərində nələr əmələ gəlir? Desək ki, qametlər əmələ gəlir. Qametlərdən sonra təbii ki, zigot əmələ gələcək. Zigotdan sonra başlanğıc götürəcək ayaqcıqlı qutucuq, yəni 6. Qutucuqdan sonra, qutucuqda spor yaranar 3. Onun ardından spordan proteinema yaranar 2. Proteinemadan sonra isə cavan bitki çıxar 5. Biz 14, 63, 25 ardıcıllığına baxacağıq burada. Ola bilər ki, ardıcıllıq 1 ilə yox, 4, 6, 3, 2, 5, 1 kimi də ola bilər.
Ona görə də cavabımız olar Y variantı. Burada konkret şəkildə bizə spordan başlayaraq, qametdən başlayaraq, müəyyən bir ardıcıllıq, bir hissədən başlayaraq demədiyinə görə biz ardıcıllığı istədiyimiz bir yerdən başlayırıq və bu düzgün sıralamaya görə hansı variant uyğundursa o şəkildə götürürük. Sual qruplarımıza qoşulmaq istəyənlər bu nömrəni WhatsApp ilə əlaqə saxlaya bilər.